Növbəti tip məsələmizə baxaq. Məsələmizin şərtini oxuyun. Deyir ki, çayın uzunluğu 3000 km, meyilliyi isə 0.8-dir. Deyir ki, çayın mənbəyi ilə mənsəbi arasındakı təzyiq fərqini tapın. Demək, bu məsələ necə həll edəcəyik? Biz əlbəttə ki, hər şeydən əvvəl nəyi bilməliyik? Meyilliyin üstünü bilməliyik. Meyillik nəyə bərabərdir? Meyillik bərabərdir. Demək, düşmə bölünsünlə uzunluq. Düşmə nədir? Düşmə ilə bil ki, çayın mənbəyi ilə mənsəbi arasında olan nədir? Hündürlük fərqidir. Demək, biz bu düstura əsasən nəyi tapmalıyıq? Çayın düşməsini tapmalıyıq. Meyilliyi hazır verib 0.8 bizdə deməli meyillik 0.8-dir. 0.8 bərabərdir. Çayın düşməsini bilmirik. Bölünsün çayın uzunluğu 3000 km. Biz buradan D-ni tapsaq, D nəyə bərabər olacaq? D bərabər olacaq 0.8 vurulsun nəyə? Vurulsun 3000'ə. Biz 0.8'i 3000'ə vursaq, çayın düşməsini alacağıq. Bu da deməli eləyəcək hardasa 2400 metr. Biz indi nə etməliyik? Məsələmizin şərtində düzdür. 0.8 meyillik olaraq metr bölünsün kilometr yazılmayıb, amma yəqin ki metrdir. Demək, metr biz nə aldıq? Çayın düşməsini 2400 metr aldıq. İndi atmosfer təzyiqini hesablayaq. Biz bilirik ki, atmosfer təzyiqi hər 10 metrdə 1 millimetr civə sütunu eləyir, aşağı düşür. Biz indi çayın mənbə və mənsəb arasındakı fərqin 2400 metr olduğunu bilərək 2400 metrədə atmosfer təzyiqinə dəyişəcək. X millimetr nə eləyəcək? Dəyişəcək 10 metrə 1 millimetr, 2400 metrədə x millimetr. Buradan biz əlbəttə x-ə tapsaq, x nəyə bərabər olacaq? X bərabər olacaq demək 2400 demək bölünsün 10'a. O da bərabər edəcək nəyə? 240 millimetrə. Bir daha əvvələ qayıdaq. Məsələmizdə dedik ki, demək bizə nə vermişdi? Çayın meyilini vermişdi 0.8, çayın uzunluğu vermişdi 3000 km və biz çayın mənbəyi ilə mənsəbi arasında olan təzyiq fərqini tapmalıydıq. Meyilliyin düsturundan istifadə edib biz çayın düşməsini tapdıq ki 2400 metrdir və həmin o düşməni tapdıqdan sonra əlbəttə ki biz atmosfer təzyiqinin hər 10 metrdə 1 mm dəyişdiyini nəzərə alıb 2400 metrdə də 240 mm dəyişəcəyini elədik, tapdıq. Cavabımız demək nə oldu? 240.